Salam 8-ci sinif şagirdləri. Sizlərlə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 8-ci sinif dərsliyindən ikinci bölmənin ilk mövzusunu, yəni bitki orqanizmi və qazlar mübadiləsi mövzusunu izah edəcəm. Bu mövzu geniş mövzudur. Burada bitki toxumalarından bəhs olunur. Ona görə də bu dərsi iki deməli ayrı-ayrı dərs kimi paylaşacağam. İlk deməli dərsdə bir neçə toxumanı, növbəti dərsdə də digər toxumaları izah eləyəcəm. Həm beyniniz yorulmayacaq, həm də fasilələrlə qulaq asa bilərsiniz. Deməli, əvvəlcə başlayırıq bitki orqanizmi qazlar mübadiləsi mövzusunda. Bizə açar sözlər verib, əslində bu açar sözlər bizə bildirir ki, biz nələr öyrənəcəyik. Meristem, parenxim, örtük toxuması, mexaniki toxuma, ötürücü toxuma. Deməli, biz bugün bu toxumalar haqqında məlumat alacağıq. Əvvəlcə yadımıza salaq görək. Toxumalar nədən əmələ gəlirdi? Biz bunu 5-ci sinif təbiətdən sadə formada demişdik ki, hüceyrə canlının ən kiçik quruluş vahidi idi və hüceyrələr birləşib toxumalar əmələ gətirirdi. Artıq yuxarı sinifə keçdikcə toxumaya tərif verdik. Dedik ki, təkcə yəni sadə formada demirdik artıq hüceyrədən yaranır. Deyirdik, quruluşca və mənşəcə eyni olan oxşar funksiyaları yerinə yetirən hüceyrələr qrupu və hüceyrə arası maddə toxuma adlanır. Yəni, quruluşu, mənşəyi eynidir, oxşar funksiyaları yerinə yetirən hüceyrələrdir və bunların arasında qalan o maddə hamısı birləşik bir toxumanı əmələ gətirir. Bitkidə də toxumalar var, heyvanda da toxumalar var. Bunu 7-ci sinifdə öyrənmisiniz. Heyvan toxumaları, epiteli, birləşdirici, sinir, əzələ toxuma qrupları var. Artıq keçirik bitki toxuma qruplarına. Bitki toxuma qruplarından da 7-ci sinifdə törədici toxumanın adını eşitmisiniz kök mövzusunda. Daha sonra çiçəkli bitkilərin orqanlarında örtük, ötürücü, parenxim və yaxud da əsas toxuma haqqında məlumat almısınız. Bugün artıq onları daha geniş keçəcəyik. Deməli, çiçəkli bitkinin əksəriyyətinin yarpaqları, gövdələri, kökləri var. Yarpaq, gövdə, kök bitkinin nəyidir? Orqanlarıdır. Hansı orqanlardır? Vegetativ orqanlarıdır. Vegetativ orqanların işi nə idi? Onu da yadımıza salaq. Vegetativ orqanlar bitkinin həyati proseslərinin yerinə yetirilməsində iştirak edir. Məsələn, yarpaq fotosintez nəticəsində üzvü maddə yaradır. Bitki ondan qidalanır və yaxud da kök torpaqdan su və mineral maddələri alır. Suyun nəticəsində, yəni suyun iştirakı ilə bitki fotosintez edə bilir. Gövdə köklə yarpaq arasında əlaqə qura bilir. Ona görə də deyirik ki, vegetativ orqanlar həyati prosesdə iştirak edirlər. Bu orqanların birgə işi nəticəsində bitki canlı qalır, böyüyüb inkişaf edir. Bitki orqanları ölçüsü və forması ilə fərqlənən, müəyyən funksiyaları yerinə yetirən müxtəlif növ hüceyrələrdən ibarətdir. Yəni, bitki orqanizmindəki hüceyrələr ixtisaslaşıblar. Yəni, nə deməkdir ixtisaslaşma? Hər birinin öz funksiyası var. Yəni, müəyyən funksiyaları yerinə yetirən müxtəlif növ hüceyrələrdən ibarətdir. Eyni növ deyil bütün hüceyrələr. Bitki orqanları müxtəlif toxumalardan təşkil olunmuşdur. Adətən bitki toxumaları mənşəyinə və bitki orqanizmdə yerinə yetirdiyi funksiyaya görə, baxın, nəyinə görə bitki toxumalarını biz qruplaşdıracağıq? Mənşəyinə və bitki orqanizmində yerinə yetirdiyi əsas funksiyasına görə qruplaşdırılır. Mənşəyinə görə bitki toxumalar törədici və daimi olaraq qruplaşdıracağıq. Gəlin törədici və daimi toxumalara baxaq uşaqlar. Deməli, törədici toxuma elə adından göründüyü kimi törədir, əmələ gətirir. Deməli, bu toxumanın hüceyrələri bölünəcək. Törədici toxumanın digər adı meristemdir. Meristem sözünün mənası bölünən deməkdir. Daimi toxumalar törədici toxumanın çevrilməsi nəticəsində yaranıb, yəni bir qrup toxuması bölünməyə davam edir. Bir qrup toxuması isə yəni bu törədici toxumanın əmələ gələn hüceyrələrinin bir qrupu isə digər toxumalara çevrilə bilir. Məsələn, sadə bir-birinə bənzəyən yalnız bir növ hüceyrədən ibarət olanlar mexaniki, parenxim, ifrazat toxumaları və mürəkkəb birdən çox hüceyrə növündən ibarət olan ötürücü toxumalar. Ötürücü toxumanın növləridir. Ksilem və flaem, bunlar haqqında danışacağıq. Deməli, bitki toxumalarını mənşəyinə görə neçə qrupa böldük? Mənşəyinə görə iki qrupa böldük. Daimilər, törədici toxuma və deməli daimilər və törədici toxuma olaraq qruplaşdırdıq. İndi törədici toxuma haqqında danışacağıq.
Aha, keçirik dərsliyimizə. Deməli, törədici toxuma. Digər adı nədir? Meristem. Yəni meristem toxumu gördük, törədici toxuma gördük. Deməli, eyni toxuma haqqında danışırıq. Törədici toxuma hüceyrələri daim bölünərək yeni hüceyrələr əmələ gətirir. Yəni uşaqlar, bu toxumanın işi bölünməkdən ibarətdir. Bunun hüceyrələri daim bölünür. Toxuma nədir? Hüceyrə və hüceyrə arası maddə, elə deyil. Bunu təşkil edən hüceyrələr daim bölünür. Buna görə də meristem hüceyrələri, baxın uşaqlar, yeni əmələ gələn bir hüceyrə bölünürsə, bunun böyüməyə vaxtı qalmadı da, elə deyil? Yəni daim bölünənlərdən gedir söhbət. Sonradan daimlərə çevrilən toxuma hüceyrələrindən getmir. Yəni hansı ki daim bölünəcək, meristem vəziyyətində qalacaq, bu hüceyrələr kiçikdirlər. Çünki böyüməyə vaxtı yoxdur da, bu bölünəcək. Nazik qılaflıdırlar. Asanlıqla bölünməlidir, axı elə deyil. Deməli, kiçik, nazik qılaflıdır. Bol sitoplazmaya və iri nüvəyə malikdir. Adətən, deməli daha çox əksəriyyətində vakuolları olmur. Deməli, törədici toxumanın hüceyrəsinin quruluşunu bizdən soruşsa, desək ki, törədici toxumaya hüceyrələrinə aid xüsusiyyətləri seç. Kiçikdirlər, nazik qılaflıdırlar, bol sitoplazması və iri nüvəsi vardır. Adətən vakuolu yoxdur. Bir də hüceyrələr arası boşluq bunlarda yoxdur. Hüceyrə arası boşluq yoxdursa, hüceyrə arası boşluq bu deməkdir. Bax, bu iki dənə hüceyrədir, bunun arasında boşluq var. Nədir? Amma bunda yoxdur. Deməli, bir-birinə necə yerləşiblər? Sıx yerləşiblər. Bu hüceyrələrdə maddələr mübadiləsi sürətlidir. Onlar daim bölünür və yeni hüceyrələr əmələ gətirir. Yaranan hüceyrələr bəs nə iş görür? Yaranan hüceyrələrin bir hissəsi meristem, yəni bölünmə vəziyyətində qalır. Meristos söz hər sözün də mənasını mütləq öyrənməliyik. Meristos sözün mənası bölünən deməkdir. Elə bunların bölünmə xüsusiyyətinə görə bunlara bu adı veriblər ki, meristem, yəni meristos bölünən deməkdir. Baxın, nə dedik? Dedik ki, bu törədici toxuma hüceyrələri daim bölünür. Yaranan hüceyrələrin bir hissəsi elə bölünməyə davam edir ardıcıl olaraq. Yəni bölünmə vəziyyətində qalır. Digər hissəsi isə müəyyən funksiya yerinə yetirmək üçün ixtisaslaşaraq, ixtisaslaşma nə idi? Artıq onlarda bir vəzifə bölgüsü olur. Yəni özlərinə məxsus bir quruluş alırlar. Daimi toxumaları əmələ gətirir. Meristem hüceyrələrinin fəaliyyəti nəticəsində yaranan bu yeni hüceyrələr hesabına bitki yaşadığı müddətcə davamlı böyüyür və inkişaf edir. Bu hissəni bir dənə də qısa bir təkrar edək. Keçirik meristem toxumanın necə böyüdüyünə, bitkinin hansı hissələrini necə böyüdüyünə diqqət eləməyə. Deməli, meristem toxuma digər adı nə idi? Törədici toxuma. Törədici toxumanın hüceyrələri nə edir? Daim bölünür. Bitkinin böyüməsini təmin edir, inkişafını təmin edir. Hüceyrənin quruluşu necə idi? Kiçik, nazik qılaflı, bol sitoplazmalı, iri nüvəli, adətən vakuolsuz, hüceyrə arası boşluğu olmayan və maddələr mübadiləsi sürətli gedən daim bölünən hüceyrələrdir. Törədici toxuma hüceyrələri bölündükcə bir hissəsi bölünməyə davam edir. Qalan bir hissəsi isə bunlarda artıq ixtisaslaşma gedir. Yəni, müəyyən bir quruluş alıb, digər toxumaları əmələ gətirirlər. Yəni, daimi toxumaları. Məsələn, parihim toxumanı, mexaniki toxumanı, örtük, ötürücü, ifrazat toxumaların əmələ gəlməsində törədici toxuma iştirak edir. Ümid edirəm ki, bura qədəri aydındır. İndi gərək görək, meristem toxumaya bitkinin hansı hissələrində biz rast gələ bilirik. Meristem hüceyrələri, yəni hansı ki bölünən hüceyrələr, yəni törədici toxumanın hüceyrələri, kökün və zoğun uc hissələrində rast gəlinə bilər. Bunu 7-ci sinif biologiya dərsində kök mövzusunda da, gövdə mövzusunda da siz keçmisiniz. Kök uc hissəsi ilə böyüyürdü. Kökün uc hissəsində bölünən hüceyrələr var idi. Hansı ki, o da törədici toxumadan təşkil olunmuşdu. Hətta nə deyirdik? Deyirdik ki, o hüceyrələr kök üsküyü var idi, kökün uc hissəsini qoruyan hissə. Kök üsküyünün dağılmış hüceyrələrinə də hüceyrə ötürürdü. Deməli, kökün uc hissəsindədir və bu kökün necə böyüməsini təmin edirdi? Uzunluğuna böyüməsini təmin edirdi. Sonra zoğun uc hissəsində, yadınıza gəlirsə, onda da tumurcuqlar keçmişdiniz. Təpə tumurcuğu da zoğun uzunluğuna böyüməsini təmin edirdi. Deməli, onun üzərində meristem toxuma var ki, bu hüceyrələr bölünür və zoğu uzunluğuna böyüdə bilir. Deməli, zoğun uc hissəsində meristem hüceyrələrə rast gəlirik. Gövdədə
Məsələn, kambiqatında, taxıllarda, buğumların dip hissələrində olur taxımlar. Buğum araları ilə bölünür, buğumları ilə bölünür. Orada deməli daha doğrusu böyüyür. Niyə buğumlarla böyüyür? Çünki buğumlarında meristem toxumanın hüceyrələri var. Yəni bu hüceyrələr bölündükcə böyüyəcək də, elə deyil. Ona görə də buğumlarında, taxıllarda rast gəlinir. Zoğun uc hissələrində tumurcuqlarda yerləşən, zoğun uc hissəsində hansı tumurcuq var? Deməli, söhbət hansı tumurcuqdan gedir? Təpə tumurcuğundan gedir. Təpə tumurcuğunda yerləşən törədici toxuma hüceyrələri tumurcuğun digər hissələri ilə qorunur. Tumurcuğun hansı hissəsi vardı? Tumurcuq pulcuğu var idi. Onda 7-ci sinifdə keçmisiniz. Tumurcuğu daxili hissəsini kənar təsirlərdən qoruyurdu, müdafiə edirdi. Və kökdə isə kök üsküyü ilə bayaq dedim, örtülür. Həmin bu törədici toxuma hüceyrələri. Kök üsküyü onu qoruyur. Törədici toxuma hüceyrələri də kök üsküyü zədələnirsə, yenə daxili toxuma hüceyrələri çoxalır və onu bərpa edir. Bunu da yerinə yetirən hansı toxum oldu? Meristem toxumu oldu. Çiçəkli bitkilərdə və çılpaq toxumlarda gövdənin qabıq və oduncaq hissələrinin arasında yerləşən kambi adlanan meristem hüceyrələri gövdənin eninə böyüməsini təmin edir. Baxın, necə böyüməni? Eninə böyüməsini təmin edir. Məsələn, bax, gövdənin zoğun ucunda olan meristem hüceyrələri onun uzunluğa böyüməsini təmin eləmişdi, elədir? Kökdə olan meristem hüceyrələr də onun uzunluğa böyüməsini təmin eləmişdi. Amma çılpaq toxumlarda və çiçəkli bitkilərin gövdəsində, baxın, zoğun təpə hissəsində təpə tumurcuğu bu uzunluğa böyüməni təmin elədi. Amma gövdənin oduncaq və qabıq qatı arasında olan bir qat var idi, kambik. Burada olan törədici toxuma hüceyrələri isə gövdənin eninə böyüməsini təmin edir. Baxın, burada bizə qəşəng bir şəkillə bunu izah eləyiblər. İndi şəkilə diqqət eləyəcəyik. Kambinin fəaliyyəti nəticəsində kök və gövdənin eninə böyüməsi. Oxun istiqamətini görürsünüz, yəni gövdənin eninə böyüməsidir. Nə baş verir? Kambi hüceyrələri, bax, kambi hüceyrələrdir. Kambi hüceyrələri törədici toxumanın hüceyrələridir. Törədici toxumanın hüceyrələri nə iş görürdü? Bölünürdü. Bölündükcə yeni hüceyrələr əmələ gətirəcək. Bir qrupu elə kambi hüceyrələri meristem vəziyyətində qalacaq. Axı biz dedik ki, törədici toxumanın bir qrup hüceyrəsi meristem vəziyyətdə qalır, yəni bölünür. Qalan o hüceyrələr ki, əmələ gətirmişdi, digərləri ixtisaslaşır. İndi ixtisaslaşmanı burada görəcəyik uşaqlar. Baxın, kambinin hüceyrələri başlayır bölünməyə. Törədici toxuma daxil. Bölünəndə yaratdığı bu yeni hüceyrəyə başlayır müəyyən bir quruluş almağa, ixtisaslaşmağa, çevrilir ksilem hüceyrəsinə. Ksilem hüceyrəsi haqqında da danışacağıq ki, bu ötürücü toxumanın hüceyrəsidir. Baxın, gördünüz, törədici toxumadan yeni bir toxuma əmələ gəldi. Ötürücü toxuma, hansı ki, onun bir deməli növü olan ksilem. Bunlar borulardır. Gələcəkdə su və mineral maddələrin hərəkətində iştirak eləyəcək. Sonra bu kambi hüceyrələri törədici toxuma hüceyrələri daim bölünürlər. Daxilə doğru ksilemləri, xaricə doğru olan əgər hüceyrəsi yaranırsa, bu da flayemə çevrilir. Flayem də ötürücü toxuma hüceyrəsidir. Ötürücü toxumaya aiddir. Yəni bu da nə edir? Bu da bitkidə olan üzvü maddələrin hərəkətində iştirak eləyəcək. Deməli, kambi meristem vəziyyətində bölündükcə daimi toxuma hüceyrələrinə çevrilir və gövdənin daxilinə doğru ksilemləri, gövdənin xaricinə doğru flayemləri əmələ gətirir. Və bu da artıq gövdənin necə böyüməsini, eninə böyüməsini təmin edir. Hər il kambi hüceyrələri bölündükcə ksilem və flayemlər əmələ gətirir. Ksilemlər daxilə doğru düzüldükcə yeni halqalar əmələ gəlir. Bu halqalar da bitkinin artıq yaşını bildirir. Deməli, bitkinin yaşının əmələ gəlməsində iştirak edən toxuma hansıdır? Deməli, kambi toxuması, hansı ki, törədici toxumanın bir növüdür, gövdənin eninə böyüməsini təmin edir. Ksilemləri əmələ gətirir, gövdənin daxilinə doğru yerləşir bu ksilemlər və hər il əmələ gəlir. Yazda və yayda. Yazda bölünmə sürətli gedir, daha çox əmələ gəlir. Yayda isə zəif gedir bölünmə. Onda inkişaf da zəif gedir. Həm yazda, həm də yayda kambi hüceyrələri bölünür. Sadəcə yazda sürətli, yayda isə zəif bölünür. İndi gəlin bu slaydımızda da
Baxaq meristemə. Dedik ki, törədici meristem hansı növlərindən danışdıq? Ekranımızı böyüdək. Aha, təpə meristemi, buna başqa cür apikal da deyirlər. Təpə meristemi, məsələn, zoğun uc hissəsində təpə tumurcuğunda gördük. Kambi yan meristem, gövdənin çılpaq toxumlarda və çiçəkli bitkilərdə gövdənin qabıq və oduncaq qatıları arasında baxın. Qatıları yazsaq qabıq, xarici qatdır. Ortasında kambi qatı yerləşir. Ondan sonra da oduncaq qatı yerləşir. Həmin bu kambinin əmələ gətirdiyi hüceyrələrə nə demişdik? Demişdik daxilə doğru ksilemləri, xaricə doğru floemləri əmələ gətirirdi. Ksilemlər oduncağa, floemlər isə qabıq qatına toplanırdı. Bir də aralıq meristem, interkalyar meristem dedik. Məsələn, dedik ki, taxılların buğumlarında olur və orada da bölünərək onların da gövdəsinin böyüməsini təmin edir. Bu oldu törədici toxuma. Ümid edirəm ki, törədici toxuma sizə aydındır. Keçirəm növbəti artıq digər toxumalara, dərsliyimizə geri dönək. Dedik ki, törədici toxumanın hüceyrələri ixtisaslaşaraq daimi toxumanı əmələ gətirir. Daimi toxumalar hansıları idi? Parenxim və yaxud da digər adı əsas toxuma, ötürücü, örtük, ondan sonra ifrazat və mexaniki toxumalar kimi toxumalara çevrilə bilir. Törədici toxuma hüceyrələrindən inkişaf edən daimi toxuma hüceyrələri yaşlandıqca vakuolları böyüyür, sitoplazması kiçilir, nüvələri hüceyrənin kənarına itələnir. Yəni uşaqlar, hüceyrə məsələn, bir dəqiqə yaxşı çəkmədim bunu. Yeni yaranmış hüceyrədə, baxın nə dedi? Dedi ki, vakuollar böyüyür. Yeni yaranmış hüceyrədə çoxlu kiçik vakuollar var idi. Ortasında da bir dənə nüvəsi var idi. Bunu tündələyək ki, nüvəsi. Bu hüceyrə yaşlandıqca, yəni böyüdükcə, bu vakuollar bir-birləri ilə birləşirlər. Bir dənə iri vakuolu əmələ gətirirlər. Birləşdiklərinə görə nüvəni kənara doğru sıxışdırırlar. Baxın, nüvələri hüceyrənin kənarına itələnir və bu formanı almış olurlar. Toxumanı təşkil edən hüceyrələr arasında boşluqlar yaranmağa başlar. Meristem toxumasında nə demişdik? Demişdik ki, hüceyrə arası boşluqlar yoxdur, daim bölünürlər axı. Amma burada bölünmə dayanıb, hüceyrə böyüyür yavaş-yavaş. Bu zaman hüceyrələr arasında boşluqlar yaranır. Quruluşuna və funksiyasına görə daimi toxumalar örtük, parenxim, mexaniki, ötürücü, ifrazat toxuması kimi qruplaşdırılır. Yəni, daimi toxumalara hansılar aiddir desək, 5 qrup toxumanın adını çəkəcəyik. Örtük, parenxim, parenximin digər adı əsas toxumadır. Mexaniki, ötürücü, ifrazat toxuması. Parenxim toxuması haqqında da məlumat verim. Sonra bu videonu saxlayıb növbəti videonu yükləyəcəm. Əsas bu toxumaların quruluşunu, xüsusiyyətlərini öyrənin. Daha sonra digər toxumalara da qulaq asarsınız. Parenxim digər adı nədir? Əsas toxuma. Canlı hüceyrələrdən təşkil olunmuşdur. Bunlar sitoplazma ilə zəngin, kiçik və az sayda vakuolu olan nazik qılaflı hüceyrələrdən ibarətdir. Baxın, parenxim toxuma törədici toxumaya oxşar xüsusiyyətləri var ki, bunda da canlı hüceyrələrdir, bu da sitoplazma ilə zəngindir, qılafı nazikdir. Amma məsələn biz demişdik ki, meristem toxumasında vakuol adətən olmur. Burada isə kiçik və az sayda olur vakuolu. Bitkilərdəki digər toxumaların arasını doldurur. Baxın, buna əsas deyirik, əsas toxuma. Elə bil ki, boşluqlar bitkinin arasında, toxumalar arasında boşluqlar varsa, oraya əsas toxuma yığılır. Yəni, heç bir boşluq saxlamır. Digər toxumaların arasını dolduraraq, onların bir-biri ilə əlaqəsini təmin edir. Yəni, toxumaların bir-biri ilə əlaqəsini təmin edir. Deməli, əsas toxuma sayəsində əlaqə təmin olunur. Bitkilərin bütün orqanlarının, baxın, bitkilərin bütün orqanlarının strukturunda, məsələn, yarpaq lətində, gövdənin özək və yaşıl qabıq qatında, həm özəkdə, həm qabıq qatında, kökün qabıq hissəsində, meyvə köklərdə olur. Yadınızda saxlayın ki, ehtiyat qida maddəsi toplanan hissələrdə biz parenxim, yəni əsas toxumadan danışacağıq. Bir də deyək, parenxim toxumaya harda rast gəldik? Bütün orqanların strukturunda rast gəldik. Məsələn, yarpağın lətli hissəsində. Yarpağın lətli hissəsi deyəndə
onun mezofil hissəsi, yəni sütunvari, toxuma, süngərvari, toxuma yerləşən hissəsindən gedir söhbət. Sonra gövdənin özəyində burada ehtiyat qida maddəsi toplanır. Yaşıl qabıq qatında burada hüceyrələr fotosintez edirlər. Kökün qabıq hissəsində və meyvə köklərdə olur. Parenxim hüceyrələri yerləşdikləri yerdən asılı olaraq müxtəlif funksiya yerinə yetirir. Yəni bütün parenxim hüceyrələri eyni funksiyanı yerinə yetirirmi? Xeyr, hərəsinin öz xüsusiyyəti var. Nədən asılıdır? Yerləşdikləri yerdən asılı olaraq. Məsələn, xloroplastlarla zəngin olan fotosintez edici parenxim hüceyrələri fotosintez və qazlar mübadiləsini həyata keçirir. Bu fotosintez edici, buradan sizin üçün yazacağım. Fotosintez edici parenxim hüceyrələri hansılardır? Sütunvari parenxim hüceyrələri, parenxim. Bunu bura çəkirəm. Bir də süngərvari parenxim. Tez-tez yazırım uşaqlar, biraz səliqəsiz ola bilər, üzr istəyirəm. Deməli, nə dedik? Xloroplastlarla zəngin olan fotosintez edici parenxim hüceyrələri. Hansıları misal göstərdik bunlara? Sütunvari parenxim, süngərvari parenxim. Hansı ki, yarpağın lətli hissəsində yerləşir. Bunlar fotosintez və qaz mübadiləsini həyata keçirirlər. Hüceyrə şirəsi ilə dolu vakuollara malik özək və kökün qabıq parenximasına ehtiyat qida maddələri toplanır. Deməli, parenxim hüceyrələrinin bir qismi fotosintez etmə xüsusiyyətinə malikdir, bir qismi isə hüceyrə şirəsi ilə dolu vakuollara malikdir. Yəni, ehtiyat halında bu üzvü maddələri özündə saxlayır. Deməli, fotosintez edici parenxim hüceyrəsi var, bir də ehtiyat toplayıcı parenxim hüceyrəsi var. Fotosintez edici parenxim hüceyrələrində xloroplastlar çoxdur. Ehtiyat toplayıcı parenxim hüceyrələrində isə vakuollar daha çoxdur. Bunu sizin üçün sistemləşdirim. Deməli, baxın, burada sizin üçün qeyd eləyəcəm. Parenxim. Parenxim və yaxud da əsas toxuma. Dedik ki, parenxim hüceyrələri qruplaşdıranda fotosintez edicilər var. Fotosintez edici. Bir də ehtiyat toplayıcı. Ehtiyat toplayıcı. Fotosintez edici parenxim hüceyrələrinin sitoplazmasında xloroplastlar olur. Yəni xloroplastlarla zəngindirlər. Ehtiyat toplayıcının sitoplazmasında isə vakuollarla zəngindir. Fotosintez edici parenxim hüceyrələrini necə qruplaşdırdıq? Dedik, sütunvari parenxim hüceyrələri, süngərvari parenxim hüceyrələri. Və bunlar dedik, harda yerləşir? Yarpaq lətində yerləşir. Ehtiyat toplayıcı, yəni sitoplazmasında vakuolu olan tərkibində hüceyrə şirəsi toplanır. Kökün qabığı hüceyrələrində də yerləşə bilər. Meyvə köklərdə də yerləşə bilər, dedik, rast gəlinə bilər. Davam eləyək yenə mövzumuzdan. Deməli, dedik, hüceyrə şirəsi ilə dolu vakuollara malik özək və kökün qabıq parenximasında ehtiyat qida maddələri toplanır. Yəni, bu ehtiyat toplayıcı parenxim hüceyrələrdir. Sizin üçün qruplaşdırdım. Gəldik peyk hüceyrələr. Bu nədir uşaqlar? Peyk hüceyrələr adlanan parenxim hüceyrələr. Baxın, peyk hüceyrələr də parenxim hüceyrələrə aiddir. Fotosintez məhsullarının və digər qida maddələrinin daşınması zamanı sıx əlaqəli olduqları flaem borularına yoldaşlıq edir. Flaem boruları ötürücü toxumaya aid olan borulardır. Deməli, bu peyk hüceyrələri hansı ki, parenxim hüceyrəsinə aiddir. Fotosintez edici hüceyrələr ki, üzvü maddələr yaratdı, yəni şəkər yaratdı, qida maddələri yaratdı. Bu maddələri flaem borularına ötürməyə köməklik edir. Ona görə deyir ki, fotosintez məhsullarının və digər qida maddələrinin daşınması zamanı sıx əlaqəli olduqları flaem borularına yoldaşlıq edirlər. Bu da oldu parenxim toxuması və onun quruluşu xüsusiyyətləri. Dərsi diqqətlə dinləyin. Suallarınız olarsa rəy bölməsində yazın. Bu dərsi burada yekunlaşdırıram. Növbəti izahda örtük,
ötürücü, mexaniki toxumalar haqqında məlumat verəcəm. Mütləq dərsi dinlədiyiniz zaman qeydlər aparmağı da unutmursunuz. Sağ olun, gələn dərs görüşərik.